Salam. Bugün Avropa ilə dünyanın ən varlı insanı Elon Musk arasındakı münaqişədən bəhs edəcəyik. Hazırda Avropa İttifaqı ilə Elon Musk'ın sahibi olduğu X sosial şəbəkəsi arasında kəskin qarşıdurma yeni mərhələyə keçib. Platformanın rəhbərliyi Avropa Komissiyasının rəsmi hesabını silib. Səbəb kimi qaydaların pozulması göstərilsə də, hadisə əslində Brüsselin X-ə kəsdiyi rekord cərimədən sonra baş verib. İndi bu münaqişə təkcə sosial media məsələsi deyil, həm də transatlantik münasibətləri gərginləşdirən siyasi fırtınaya çevrilir. X sosial şəbəkənin məhsul idarəçisi Nikita Bir bildirib ki, Avropa Komissiyasının hesabı aktiv olmayan və sonradan məqsədli şəkildə yenidən işə salınan səhifə kimi qiymətləndirilib və platformanın qaydalarını pozduğu üçün silinib. Sosial şəbəkənin iddiasına görə komissiyanın paylaşdığı məlumatda link video kimi təqdim edilib, bu isə istifadəçilərin aldadılması və süni şəkildə izlənmə artımına cəhd kimi dəyərləndirilib. Lakin ekspertlər hesab edirlər ki, bu addımın arxasında Brüsselin sosial şəbəkəyə tətbiq etdiyi 120 milyon avroluq cərimə dayanır. Cərimə Avropa İttifaqının 2022-ci ildə qəbul etdiyi rəqəmsal xidmətlər aktının pozulması ilə əsaslandırılıb. 2 illik araşdırmadan sonra Avropa Komissiyası platformanı şəffaf olmamaqda günahlandırıb. Şikayətlər əsasən 3 sahəyə aiddir. Verifikasiya sistemi, X-də mavi işarənin satın alınması səbəbindən hesabların həqiqiliyi şübhə altına düşür. Reklam siyasətinin qeyri-şəffaflığı, platformanın öz ictimai məlumatlarına çıxışı məhdudlaşdırılması. Sosial şəbəkə indi 60 gün ərzində verifikasiya ilə bağlı, 90 gün ərzində isə reklam və məlumatlara çıxışla bağlı görüləcək tədbirləri Avropa Komissiyasına təqdim etməlidir. Final qərar həmin sənədlərdən sonra veriləcək. Elon Musk'ın reaksiyası isə çox sərt olub. O, Avropa Komissiyasını ittiham edərək Avropa İttifaqının ləğvini tələb edib. ABŞ-da bəzi yüksək vəzifəli siyasətçilər də onu müdafiə ediblər. ABŞ-ın vitse-prezidenti J.D. Vance Avropanı Amerikan şirkətlərinə qarşı hücumda günahlandırıb. Dövlət katibi Marco Rubio isə qərarı senzura cəhdi adlandırıb. Avropada isə reaksiyalar fərqlidir. Danimarka, Polşa və Fransa rəsmiləri komissiyanın qərarını alqışlayıblar və bunu platformalara açıq mesaj adlandırıblar. Niderlandda ifrat sağçı siyasətçi Geert Wilders komissiyanın özünün ləğv edilməsini tələb edib. Bu qarşıdurma Avropa ilə ABŞ arasında yeni gərginlik yarada bilər. Onsuz da bir sıra məsələlərdə, xüsusən də Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeləri fərqlənir. ABŞ rəhbərliyinə yaxın sayılan Elon Musk'ın hədəfə alınması bəzi analitiklərin fikrincə Vaşinqtonun Avropaya qarşı əvvəlki iqtisadi təzyiq üsullarını yenidən yada sala bilər. Beləliklə, X sosial şəbəkə ilə Avropa Birliyi arasında başlayan texniki mübahisə artıq qlobal siyasi iki tirəyə çevrilməkdədir. Avropa Komissiyasının qərarı Avropa üçün rəqəmsal təhlükəsizlik məsələsi kimi izah edilsə də, bunun nəticələrinin təkcə sosial şəbəkələrlə məhdudlaşmayacağı aydındır. Sosial şəbəkənin cavabı, Musk'ın sərt ritorikası və ABŞ-dan gələn açıq dəstək, bütün bunlar göstərir ki, qarşıda daha geniş siyasi və iqtisadi qarşıdurma gözlənilir. Belə, hörmətli tamaşaçılar, bu mövzunu diqqətdə saxlayacaq. Bizimlə qalın, sağ olun, gəlin görüşlərədək.